Avtobus zolağına daxil olması tam səmimi hal-hazırda biz bu məsələni müzakirə etmirik. Nəyə görə? Çünki bir məsələ var ki, avtobusların dediyim kimi intervallarının təmin edilməsi bu prioritetdir. Bu birinci avtobusların intervalları təmin edilməsə, digər məsələlərin edilməsi mənası yoxdur. Yəni bütün fundament oradan başlayır ki, adamlar avtobusları istifadə etmək istəyən edə bilsin. Yəni əgər avtobusda avtomobillərlə bizlə, sizlə tıxacda qalacaqsa, kimsə də avtobusa minməyəcək, gedəcək avtomobildə oturub tıxacda qalmışam. Xüsusən də vaxtı üçün taksinin qiyməti 90 qəpiyə olanda avtobusa niyə minsinlər ki, belə bir məsələ vardı. Mən sizə bir başqa nümunə də verim. Ola bilər bizim reallığa uyğundur. Biraz, necə deyim, gülməli də olsa, amma yəni də demək istəyirəm. Biz orada təsəvvür edə bilirik ki, kimsə taksi buraxılış kartı alıb deyək ki, hansı bir rayondan hökmündür Bakıda bu avtobus zolağına daxil olmaq üçün Bakıda sürür. Onu görə bildik də biz. Ola bilər, düzdür. Çox da ola bilər. Sərnişin daşımayacaq. Yəni, aydın məsələdir ki, deyək ki, hansısa bir rayonda bizdən buraxılış kartı alıb Bakı nömrəsi ilə ala bilir və daha sonra isə avtobus zolağında sürür, sərnişin də daşımır.